Hello. Selam. Salam ay Dəniz. Nasılsın? Sağ ol, yaxşıyam. Sən nə tərsən? Pehlivan mısın sen? Bəli, bəli, pəhlivanam. Güleş tutuyorsun. Yox, güləş tutmuram. Güc pəhlivanıyam. O nasıl oluyor? Güc pəhlivanında, yəni qeyri-adi güc göstərdirəm. Vücut. Yox, güc. Güc nömrələri, numaraları göstərirəm. Vücut. Fizik. Kas. Yox. Yox, o bodybuildingdir. Yox. Hadi bize de göster. Bana da göster ne olur hadi. Burada göstərəmirəm, axı ev şəraitindəyəm. Videolarım var da, gir bax da. Bir bakayım ya. Bir şey göster. Şöyle bir bakayım sana. Vallahi Gözüm- evdə gözümüz- heç nə göstərə bilmirəm. Daşım zadım yoxdur, işdədir. Gözümüz gönlümüz bir erkek görsün de açılsın kalbimiz hadi. Her yerini göster bize. Hər yerimi göstərsəm gecə yatanmayasan. Dodağımın qırağı uçuqlayacaq. Vallahi hiç de yatarım ben. Vallahi yatarım. Niye yatamayacağım? Sən Ben harda göstersem yaşayırsan? Ben göstersem bence sen yatamazsın. Yo, mən istəmirəm görmək. Ben göstersem sen yatamazsın. Hayır vücut şey dedin onu göster diyor sana. Yo, istəmirəm, sağ ol. Ne yaptığını anlamadım ki ben senin. Deyirəm, telefonun var, ikinci telefonun. Var. Gir səhifəmə, mənim səhifəmə gir, videolara bax, görəsən nə qaram. Amma mənim orada sevgilimlə şəklim var, qısqanıb eləmə ha. Yo niye kıskanayım seni? Yaxşı, onda gir bax səhifəmə. Benim de kocalarım var sen de kıskanma o zaman. Qoca ilə mənim işim yoxdur. Mənim qoca ilə nə işim var? Biliyorum sen ben İsviçre'de yaşıyorum. Ben Azerbaycanlı koca arıyorum kendime. Valla bu axırı vaxtlar bu cavan oğlanlar özlərinə qoca axtar. Bu qocalarda nə görmüsünüz siz? Ben zenginim zaten. Benim evim var, arabam var. Türkiye'de evim Cavan var. adam tapdı. Bu qocanı nə qarırsan ki? Sən bu qocadan nə xeyir gələcək? Ben Anormal mısın bakacağım. sən? Sadece başımda dursun bana yeter. Ben çok yalnızım. Canım sıkılıyor. Yalnız sən cavan bir qızla tanış ol da gərək qocasını tapasan. Ha? Ama ben kızım. Ben büllük yok ki. Kestiriyorum ben. Sən qızsan oğlan. Ben kızım kız. Deniz yazılı bax ora. Tamam Deniz kızdır işte. Sen beni erkek mi sandın? Valla belə səsin biraz kal çıxır, ona görə dedim. Ben erkek mi sandın sen? Valla indi sözün açığı deyirəm, nə bilim baş çıxartmaq olmur. Səsin amma erkək səsinə oxşayır. Benim sesim erkek gibi mi geliyor? Sigaret çəkirsən? Hə? Evet çok. Elə ona görə səsin kişilənib də, erkəkliyibdir. Bir de ben de spor yapıyorum. Yüzüyorum, çok koşuyorum, sporcuyum. Atletizmciyim. Videolarıma bakarsan görürsün. Baxaram, problem yoxdur. Deyən girək görəksən nə videolarım var. Hatta göğüslerim çok büyüktü, küçük. Bir dəqiqə. Nə yazım adı bu burada çıxsın? Akdenizli. Akdenizlisən? Evet. Akdenizli. Ben güzel bir karıyım. Valla sən oğlan oxşayırsan. Olan nedir ya? Sən ayaq əzələlərin oğlan əzələlərdir. Sən oğlansan. Olan nedir ya? Oğlan da oğlan bilmirsən nədir? Yok ben kızım, erkek olmak istiyorum. Sən bəlkə erkəksən, qız olmaq istəyirsən. Ben 2 tane çocuk doğurdum. Bizdə əgər erkəksənsə qız olma, bizdə elənçilərinə pəpiş deyirlər. Yok ben öyle değilim. Ben kadınım ama erkek olmak istiyorum.
Qadının diyorsun? ulqumu olmur axı, sənin ulqumun var. Şəkillərə baxıram, ulqumun var sənin. Ulgum nedir? Qadınlarda bu olmur, ulqum olmur, sənin ulqumun Hani var. hani? Ah, Özə saqqal basıb altını, buraları tüklüdür. ektiriyorum işte. Ektiriyorum sürekli. Hep gidip Yaxşı, gidip mənə bax, ektiriyorum. tutaq ki, qadınsan, kişi olmaq Gözüme bak, istəyirsən, bu yüzüme bak. instrument məsələsini nətər eləyəsən? Şu elim, şu cildime bak bakın. Bir tane erkekte böyle olur mu? Gözlerime bak, çekik. Böyle erkek kaşı mı olur? Şöyle erkek Niyə dudağı mı olmur? olur? Əməliyyat elətdirirlər də indi. Gör Vallahi hansı. hiçbir şey. Yüzüme bak, inceciktir. Böyle erkek mi olur? Mənə bax, tutaq özü nəyə görə yaxşı? Qadınsan, özünü niyə kişi eləyirsən? Səbəb nədir? Ben kendimi erkek gibi hissediyorum. Bildim, indi yaxşı özü nədir? İnstrument məsələsini nətər eləyəsən? Anlamadım ki. Dur. Pek yapmayacağım. Çıkacağım şimdi. Benim işim ha, bulaşıkları yıkayacağım. Deyirəm ki, instrument məsələsini nətər eləyəsən? Ben erkek anlama. Ben kadınlardan hoşlanmıyorum. Ben erkeklerden hoşlanıyorum ama kendim de erkek yapacağım. Mən də sənə deyirəm də, sən qadınsan, özünü erkək eləyəndə instrument məsələsini nətər eləyəsən? İnstrument nedir? İnstrument də Vallahi anlamıyorum. Kannst du sprechen auch Deutsch oder? Ben İsviçre'de yaşıyorum. Ben Türkçe çok... İsveçrədə yaşayırsan? He, İsviçre'deyim ben. Aləti nətər eləyəsən? İçime alıyorum. Çilliğim var, çilliğim. Benim amım güzeldir. Valla sən deyəsən mənə olmayan o işləməyən instrumentivə dolamısan. Sən oğlansan, pəpişsən, 100% deyirəm. Vallahi Özünü qız benim eləmək çilliğim var, istəyirsən. çilliğim. Vallahi çilliğim Vallahi var. ayaq əzələləri və şəkildə baxdım, kişi əzələləridir. Ben etek giymişim. Görüyor musun? Hiçbir şey belli yok. Tayt giymişim. Mini etek giymişim. Daracık şortlar giymişim. Hiçbir şey belli olmuyor orada ya. Çillik belli oluyor. Çilek orada görükür ya. Birlik olsa böyle durur orada. Videolarıma baksana. Baxdım da videolar var. Yəni Nasıl oluyor? Nasıl oluyor ya? arıq, Daracık etek. arıq bir oğlansan, özünü qadın eləmək istəyirsən. Hayır, ben kadınım. Erkek olmak istiyorum. Ben çocuk doğurdum. 2 tane balam vardır. Bana bax. Qıllının nağlını danışma da bana. Ne diyor bu? Qıllının nağlı. Nağıl eşitmisinmi nağıl? Qıllının Bak. masalını bana danışma. Bak ben sakal ektiriyorum. Bak benim buralarda hiç yok. Bak şuralarımda var. Hə, Şuralarımda nətər var. effekt vermisən də, effekti çıxart ki, gör nətər görünür üzün. Ah, vallahi efeki çıkartıyorum. Ah, Hə. vallahi hiç efek yoktur. Özdə tüşlərdən çox ruslara oxşuyursan, sən? Bak gördün mü kadınım? Erkek böyle Sən mi rus olur? musun? Türk'üm ben. Benim babam Rus oxşuyursan Azeri. axı. Benim babam Azerbaycanlı. Allah'a and olsun. Vallahi. Benim anam Türktür. Ama İsviçre'de Ana- doğmuşum, büyümüşüm ben. Atan Azərbaycan harasındandır? Baküllüdür. Bakıda olmusan? Ben çocukken gitmiştim, hatırlamıyorum. Sarı taksileri hatırlıyorum sadece Bakü'de. Orada yaxşıdır dolanışığın. Bakü'de şey hatırlıyorum. Bir eski bir Bakıda yox, galeri. indi İsveçrədə yaşayırsan sən. Evet. Yəni orada nətərdir dolanışığın yaxşıdır, işləyib eləyirsən? Ben burada doktorum. Qazancın nətərdir, yaxşıdır orada qazanc? 18.000 frank kazanıyorum aylık. Nə doktorusan ki sən? Çocuk. Pediatrsan? hastalıkları. Türkçe nedir ben bilmiyorum ki. Ich gucke für kranke Kinder. Yəni çıqqılı uşaqlara baxırsan da sən uşaq həkimisən, çocuq həkimi. Evet, hasta küçük çocuklara bakıyorum. Allah Ürologum, Allah şu ürolog. avanda. Dedim işin olmasaydı gələrdin Azərbaycana, yaxşı qazanardın TikTok'dan. Ürologum. Amma Ben deyirsən burada- 18 ben min de burada Frankfurt TikToker'um. qazanam. Şu an beni 250 kişi izliyor. Ben burada da TikToker'um. Hepsi Fransız ama. Türkçe çok az biliyorlar. Alman, Fransızlar izliyor beni. Hep Almanca. Valla yenə də deyirəm ki,
Dədun Azərbaycanlıdırsa Ben rahat dalga görə bilərsən. geçmiyorum ama bak valla bak al. Bak ben İsviçre'dir bak al. Bak. Bak arabaların plakalarına görüyorsun. Bilirəm, mən burada da günüzdüm, Meksikadayam mən. Bak böyle. Böyle bak. Bildim, inandım. Mən bilirəm ki, yalan deyən oğlan deyilsən sən, Ben inandım. yalan söylemem. Ben zaten ismimin yanında bayrak vardır. Trans'tır. Trans demek zaten kadından erkek olana trans denir. Erkekten kadın olana da trans denir. Ben kadınım. Erkek oluyorum. Bana bax, o adımın qabağındakı bayraq nə bayrağıdır? Elə mən də maraqlıydı onun haram bayrağıdır. Hangi? İsmimin qabağında nə hansı ölkənin bayrağıdır o? O trans kadın. Trans bayrağıdır. Transların bayrağı var. Bir de kırmızı haç olan İsviçre'nin bayrağıdır. Kırmızıdır. Onu bildim, o qırmızı xaçı bildim, o birisini bilmədim. Mənə bax, bir dəqiqə. O bayraq dünyada rəsmi bayraq sayılır. O şey olan o bir ülkenin bayrağı değildir. O bir kuruluşun, bir yapının, bir sistemin bayrağı. O translar, eşcinseller, LGBT bireylerin yani transların bayrağıdır o. Trans kadın. Bildim, həmin o bayraq nədir? Türkiyədə, dünyanın hər yerində Her keçərlidir. yerinde vardır ama bir bayrak değil. O sadece bir Lego gibi düşün. Ha, logodur. Logo Ha. gibi bir bayraktır ama bir ülkeyi temsil etmiyor. Bir toplumu temsil ediyor. Ha, bildim, başa düşdüm. Teşekkür ederim Çılgın. Sohbetiniz Sağ için. ol.